Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda 4,5 sot torpaqda bir böyük sal, eyni zamanda 3 böyük otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən sizə bağçasını göstərirəm. Təxminən 10-12 ədəd ağaçınov var. Bundan başqa bax bu navesin alt hissəsi deməli baseyndir, 12 tondur. 3 tərəfdən kubiklə gördüyünüz kimi hörgüsü var. Qarşıda bax burada deməli 3-ün 4-ə əldamıdır, böyükdür. Yenidən mən sizə bu həyət evinin bağçasını göstərirəm. Buradakı navesin alt hissəsini görürsünüz. Kürsülüdür. 2 qat kubiklə hörülüb. Dediyim kimi Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda 4,5 sot torpaqda bir böyük sal, eyni zamanda 3 böyük otaq olan bax belə bir həyət evi satılır. Hal-hazırda gördüyünüz deməli bax bu otaq həmin dediyim saya aid deyil. Buranın ölçüsü 3,5-ın 6-yadır. Bax bu cürdür. Qapıdan giriş hissəsidir. Deməli kombi sistemidir. İnsan hamam evin içərisindədir. Stilik sistemi deməli kolonkadır, ancaq yığılmış kolonkadır. Bax hal-hazırda deməli mən sizə razdevalkasını göstərirəm. Qarşıda bax bu hamamıdır. Gördüyünüz kimi təmirlidir. Harasa 2-nin 3-ədir. Yenidən mən sizə hamamını göstərirəm. Bax bu cürdür. Bu qarşıda gördüyünüz yer həmin ölçüyə aid deyil. Bax belə bir həyət evinin qiyməti 67.000 manatdır, qiymətində razılaşma olmalıdır. İndi isə mətbəğini göstərirəm. Mətbəği 4-ün 4-ədir. Bax bu cürdür. Yenidən mən sizə mətbəğini göstərirəm. İndi isə zalına keçirəm. Zalın uzunluğu 8, eni 4-dür. Bax hal-hazırda siz zalını görürsünüz. Dediyim kimi kombidir. Bax belə bir həyət evinin qiyməti 67.000 manatdır. Qiymətində razılaşma olmalıdır. Bu otağın ölçüsü mənə deyilənə görə 4-ün 4-ədir. Bax yanmadım. Bax 4-ün 4-ədir, bağışlayın. Harasa 3-ün 4 olmalıdır, mən elə gəlir. Bura isə 6-nın 4-ədir. Bax bu deməli gördüyünüz deməli otağın ölçüsü 6-nın 4-ədir. Polu taxtadır. Yəni splaşno. Yenidən mən sizə otaqların necə yerləşməyini göstərim. Deməli bu həyət evi Cavadxan qəsəbəsində yerləşən Vaqifin Artsanına yaxın bir ərazidir. Hal-hazırda bax çəkilmiş həmin asfalt yoldan bu həyət evinə qədər olan məsafə 120-150 metrdir. İndi isə 3-cü otağı göstərəm. Bax bu otağın ölçüsü isə 4-ün 5-ədir. Yenidən otaqların necə olmağını sizə göstərəm. Sənədi ilkin sənəddir, arxiv arayışı var. Onu da deyə bilərəm ki, bildiyiniz kimi hal-hazırda bax bu arayış bələdiyyə torpağıdır. Bu ilkin deməli sənədlə ancaq etibarnamə yolla alqı-satqı olunur. Bunu mən siz də bilirsiniz. Bax belə sizlərə uğurlar.